Xoş gördük. Yenidən sizinləmiş olduğu kimi mənəm həkim psixoterapevt, yalan və bədəndir üzrə ekspert Elnay Rəhimov Tambovski. Bugünkü mövzumuz çox maraqlıdır. Söhbət açacağım ki, sevgili münasibətlərinin başlanğıcında qarşı tərəf sizə yox deyərsə, sizin sevginizə cavab verməzsə, necə davranmaq lazımdır? İlk öncə onu qeyd edeyim ki, insanların ortalama davranış paternləri, şəkilləri ya uşaq kimidir, ya da yeniyetmə şəklindədir. Yəni, yaş böyük olsa da, deyək ki, 30-40 və yaxud da 25 fərq yoxdur. Davranış bu şəkildə olur. Birinci, uşaq şəkildə reaksiya vermək. Sən qəlbimi qırdın, axı mən sənsiz yaşaya bilmərəm, ümidlərimi sındırdın. Mən inan ki, sənsiz bir günüm belə yoxdur. Artıq yemək yeyə bilmirəm, vəziyyətim çox pisdir, sən mənə axı niyə yox dedin, bunun bədəlini sən, vəbalını necə ödəyəcəksən, sən qəlbimi qırdın. Yəni, bu əslində özünü qurban kimi göstərmək və manipulyasiya şəklidir. Yəni, zəif, necə deyirlər, xarakterli insanların reaksiya vermə şəklidir. Burada iki hal ola bilər. Əgər qarşı tərəf vicdanlıdırsa, sizə uzaqbaşı yazığı gələ bilər. Və yazığı gələndə bir müddət haradasa sizinlə münasibətə razı ola bilər. Burada belə bir variant var. Amma burada siz zəif bir pozisiyada olacaqsınız hər zaman. İtirən tərəf olacaqsınız. Daha çox verən, amma daha az alan tərəf olacaqsınız. Daha az diktə eləyən və daha çox idarə olunan tərəf olacaqsınız. Və belə durumda qarşı tərəf isə zamanla hörmət eləməyəcək. Əgər hörmət yoxdursa, orada sevgi də ola bilməz. Xüsusi bir arzu da ola bilməz. Xüsusilə xanımlardan söhbət gedir. Xanım əgər yox deyərsə. Digər pis variant nədir? Qarşı tərəf ümumiyyətlə narsistdir ya da psixopatdır. Ümumiyyətlə narsistlər adətən belə insanlardan çox vaxt istifadə edir. Amma bəzən heç onlara ehtiyacı olmayanda deyir ki, belədir ki, sən kimsən, mən sənə hə deyim. Yəni, sən əslində bunu mənə deməməliydin. Bunu demək belə, sən bir özünə bax, mənə bax. Yəni, rişxəndlə cavab. Bu daha öldürücü, məhv edicidir. Birinci davranış paterni budur. Əslində, bu da nədir? Başı aşağı bir egodur. Yəni, yox deyə bilməməklə başqalarının sanki kontrol eləməkdir ki, onu qəbul eləsinlər, onu sevsinlər. İkinci bir davranış, yeniyetmə bir davranış şəklində reaksiya verməkdir. Sən xeyri ola belədir ki, mənə yox deyirsən. Bax özünə gör, nə gündəsən sən. Belədir ki, əlini sallasan deyər ki, 50'si. O qədər mənim dərdimdən ölənlər var ki, bax, sən kimisən belə. Bu da bunt bir davranışdır. Əslində, egoizmi göstərir. Bunun da altında yatan əslində zəif bir, kövrək bir uşaqdır ki, hansı ki, vaxtı ilə zədələnilib və o zədələri kompensasiya eləmək üçün belə güclü davranışlar nümayiş elətdirir. Bu da qarşı tərəfdə sizə qarşı nifrət yaradacaq. Əgər o ən azından vicdanlı insandırsa, əgər yox, bir narsistə qarşı bunu belə edirsinizsə, sizlə savaşacaq, əksinə sizi məhv eləməyə çalışacaq. Görürsünüzmü? Vəziyyət nə yerdədir? Lakin ən uyğun reaksiya vermə şəkli yetişkin reaksiya vermə şəklidir. Ki, bunu da hər adam bacarmır. Yəni, birindən yox alanda bu şəkildə cavab verə bilər ki, bəli, mən çox istəyərdim ki, sən mənə hə deyəsən. Səndən olmaq mənim üçün çox xoşdur və mən anlayıram, yəni bu yox deməyin acısını. Bəli, mən bu ağrını qəlbimdə hiss edirəm, bu var. Mən qəlbimdə boşluq hiss edirəm və bu da var. Və mən kədərliyəm, bu da var. Mən deyə bilmərəm ki, bunları yoxdur. Mən məyusam, bu da var. Lakin bu mənimlə bağlı məsələdir. Yəni sən mənim ruh halımdan cavabdeh deyilsən. Bu mənim verdiyim reaksiyadır. Bu mənim problemimdir. Və təbii ki, baxmayaraq ki, bunlar var, düşünürəm ki, yenə də dünyanın axırı deyil. Həyat davam edir. Qarşı tərəfi də anlamaq lazımdır. Qarşı tərəfin hisslərinə, duyğularına hörmət eləmək lazımdır. Əgər həqiqətən də sevirsənsə, yetişkin adam ilk öncə
düşünməlidir ki, qarşı tərəfin də xoşbəxt olmağa haqqı var. Başa düşürsünüzmü? Yəni siz o haqqı onun əlindən ala bilmərsiniz, alma ixtiyarına da sahib deyilsiniz. Yetişkin yanaşma nədir? Bu şəkildədir. Yəni qorxularından, əzablarından, acılarından qaçmır, onları qəbul edir, o itkini yaşayır. Yəni problemləri ilə üzləşir, həqiqətlə üzbəyüz qalır. Rasionalizə eləmir davranışları. Bəlkə ola bilsin ki, mənə naz eləyir. Sonra bəlkə mənə hədiyyə bilər. Bəli, ola bilər bunlar, amma bunlar fakt deyil. Başa düşürsünüzmü? Yəni, bu iki aşırı ucda reaksiya vermək, uşaq və yeniyetmə şəklində bu münasibətləri daha da korlayır, sizi daha da hörmətdən salır. Başa düşürsünüzmü? Yəni, bu şəkildə demək də doğru deyil. Mən sözümü ancaq bir dəfə deyirəm. Ya hə, ya yox. Qarşı tərəfin sənə yox deməsi üçün başqa səbəblər də ola bilər. Məsələn, o uşaq vaxtı ağır travmalar ala bilər, təcavüzə məruz qala bilər, hansı ki, kişilərə artıq nifrət formalaşıb və yaxud da onun beyninə yerdə bilərlər ki, ümumiyyətlə valideynin rızası olmadan naməhrəm kişinlə münasibətdə olmaq günahdır, bu yaxşı bir şey deyil. Yəni, sən özünü artıq bu durumda insan özünü artıq burada körlanmış, günahkar hiss edir. Belə səbəb də ola bilər və yaxud da belə bir səbəb ola bilər ki, keçmişdə ağır xəyanətlərə məruz qalıb, yəni ümumiyyətlə kişilərə qarşı negativ fikirdədir, inanclı fikirdədir. Yəni bu qadın və yaxud da qadındırsa və yaxud da kişidirsə qadınlara qarşı deyək ki, bu fikirdədir. Yəni bunun tərsini deyirik. Yəni heç kimə inanmır artıq, o qədər xəyanət yeyib. Başa düşürsünüzmü? Yəni hətta sizi sevsə belə sizə birdən-birə cavab verə bilməmək, yəni bu səbəblərlə də bağlantılı ola bilər. Və yaxud da keçmiş sevgilisini unuda bilməyə bilər. Bu da bir əlavə, necə deyirlər, məsələdir. İnsan var, düzdür, bunu kompensasiya eləyir. Yəni, yara bandı kimi kimdənsə istifadə edir. Bu pis variantdır. Hələ ən yaxşı variantı keçmiş sevgilisini unuda bilmirsə, sizə əgər yox deyirsə, əslində bu yaxşı bir variantdır. Ona təşəkkür eləməlisiniz bu anlamda. Və yaxud da sizə qarşı heç bir hissi həqiqətən də olmaya bilər. Yəni, əvvəlcədən də ümumiyyətlə sizinlə münasibəti o şəkildə olmaya da bilər. Siz onu yanlış anlamış ola bilərsiniz, bütün siqnalları. Ona görə belə şeyləri müşahidə eləmək lazımdır. Yəni, biri əgər sizin sevginizi geri çevirirsə, orada bu faktorları da nəzərə almaq lazımdır. Ona görə insana bir balaca düşünməsi üçün zaman və məkan verilməlidir. Ki, insan bəzi anlamları neynəsin, oturtsun. Nəyin nə olduğunu bilsin, müqayisə eləsin, perspektivləri dəyərləndirsin, həqiqətən də öz hisslərini anlasın. Amma bu o demək deyil ki, siz dəqiqə başı onu narahat eləməlisiniz. Məsələn, sizə yox deyiblər, bir xanım və yaxud da bir bəy sizə yox deyib, məsələn. Deyirsən ki, bunu başa düşürəm, anlayıram, bir yetişkin kimi dəyərləndirirsən. Mən istəyərdim ki, sən mənə hədiyəsən. Amma bilirəm ki, sənin mənə yox deməyində başqa səbəblər də ola bilər. Ona görə bir balaca sənə zaman verirəm. Düşün, ondan sonra mənə cavab verin. İndi cavab hə olar, yox olar. Ona əsasında sən qərar qəbul edəcəksən. Yəni, insan davranışları həqiqətən də çox mürəkkəbdir. Yəni, bunu tək bir səbəbə bağlamaq doğru deyil. Yəni, insan dinamikası da, duyğu durum halı da mürəkkəbdir. Ona görə ən optimal variant birinin yox mesajına qarşı, imtinasına qarşı yetişkin şəkildə obyektiv faktları, real faktları, məsələnin deyək ki, həqiqiliyini dəyərləndirərək qərar verməkdir və ona görə hərəkət eləməkdir. Diqqətinizə görə minnətdaram. Sağ olun.